Baş bürcü 10 aprel 2026-cı il. Gəlirləri artırmaq və ya yeni maliyyə mənbəyi tapmaq şansını qaçırmayın. Gün maliyyə baxımından çox əlverişlilər vəd edir. Bunu ilk olaraq öz biznesini inkişaf etdirən qoçlar hiss edəcəklər. Amma bu müsbət tendensiya digər nümayəndələrə də təsir göstərəcək. Unutmayın ki, bugün işlərdə əsas köməkçiniz intuisiyadır. Məhz o sizə maddi vəziyyətinizi yaxşılaşdırmaq üçün nəyi, nə vaxt etməli olduğunuzu göstərəcək. Hər kəs ideyalarınızı dərhal bəyənməyə bilər. Amma buna görə narahat olmayın. Çox keçmədən düzgün yolu seçdiyiniz aydın olacaq. Günün ikinci yarısı birgə layihələrdə iştirak üçün əlverişli olacaq. Əgər sizə tərəfdaşlar və ya köməkçilər lazım olsa, onları asanlıqla tapacaqsınız. Bir çox qoçlara cazibədarlıq kömək edəcək. Məhz bunun sayəsində siz adətən yeni tanışlara ehtiyatla yanaşan insanların belə rəğbətini qazanacaqsınız. Buğa bürcü 10 aprel 2026-cı il. Səhər emosiyaların öhdəsindən gəlmək çətin olacaq. Bu vaxt çoxlu həyəcan və narahatlıqla dolu olacaq. Bir çox buğalar üçün işlərə fokuslanmaq çətinləşəcək. Bəziləri yuxulu və ləng, digərləri isə diqqətsiz və dağınıq olacaq. Təəssüf ki, hər iki halda səhvlər mümkündür. Yaxşı olar ki, yaxınlıqda səhvləri vaxtında görüb onları düzəltməyə kömək edəcək biri olsun. Zaman keçdikcə müsbət təsirlərin gücü artacaq. Özünüzü daha enerjili hiss edəcəksiniz. Günün ortası işgüzar görüşlər, çıxışlar, təsir bağışlamaq istədiyiniz insanlarla ünsiyyət üçün münasibdir. İntuisiyanız sizə necə davranmalı olduğunuzu göstərəcək. Bu vaxt bir çoxları sizinlə ideyalarını bölüşmək istəyəcək və onların bəziləri həqiqətən uğurlu görünəcək. Amma unutmayın, başqalarının planları nə qədər yaxşı olsa da öz işlərinizi də yaddan çıxarmayın. Əkizlər bürcü 10 aprel 2026-cı il. Günün əvvəlində pul xərcləməyə tələsməyin. Bu vaxt çox cəlbedici görünən təkliflər gözləntiləri doğrultmaya bilər. Alış-verişdə də ehtiyatlı olun. Cazibədar seçimlər çox olacaq, amma onların hamısı həqiqətən lazım deyil. Əgər söhbət təcili və ya əvvəlcədən planlaşdırılmış alışdan getmirsə, alışları təxirə salmaq daha yaxşıdır. İşlərdə gecikmələr mümkündür. Bir çox tapşırıqlar gözlədiyinizdən daha çox vaxt aparacaq. Səbirli olun, vəziyyəti zorla dəyişməyə çalışmayın. Təəssüf ki, hadisələrin gedişinə müdaxilə etmək cəhdləri yalnız əlavə çətinliklər yarada bilər. Xərçəng bürcü 10 aprel 2026-cı il. Günün başlanğıcı çox da ilham verici görünməyə bilər. Bu vaxt bir çox xərçənglər daha həssas olacaq. Hətta kiçik problemlər belə onlara ciddi, demək olar ki, həll olunmaz görünə bilər. Bəzən əhvalınız xırda səbəblərdən korlana bilər. Amma mənfi emosiyalara qapılmamaq vacibdir. Bütün işləri təxirə salıb gələcəyi düşünmək istəyə bilərsiniz. Lakin indi daha faydalı olan konkret tapşırıqlara diqqət yetirməkdir. Günün ikinci yarısında vəziyyət bir qədər yaxşılaşacaq. Əvvəl ardıcıl və tələsmədən hərəkət etsəniz, planlaşdırdığınız işlərin öhdəsindən gələcək, istədiyiniz nəticələri əldə edəcəksiniz. Tələsik qərarlar və emosiyalarla edilən addımlar xoşagəlməz nəticələrə səbəb ola bilər. Amma yaxşı düşünülmüş hərəkətlər sizi məqsədinizə çatdıracaq. Şir bürcü 10 aprel 2026-cı il. Şəxsi həyatınızda dəyişikliklərə hazırsınızsa, ünsiyyətə təşəbbüs göstərməyin vaxtıdır. Əgər kiməsə qarşı simpatiyanız varsa, bugün onu nəzakətli və israrsız şəkildə ifadə edə biləcəksiniz. Peşəkar və ya ictimai tədbirlərə qatılan şirlər diqqət mərkəzində olacaq və adətən seçici davranan insanların belə marağını cəlb edəcəklər. Gün təhsil, elmi və tədqiqat fəaliyyəti, həmçinin yaradıcı yanaşma tələb edən işlər üçün əlverişlidir. Bugün sizdə çox yaxşı ideyalar yarana bilər və ətrafdakılar onları dərhal yüksək qiymətləndirəcəklər. Qız bürcü 10 aprel 2026-cı il. Xüsusilə nəzakətli və diqqətli olmağa çalışın. Bugün ünsiyyət baxımından asan deyil və həddindən artıq düz danışmaq sizə baha başa gələ bilər. Ətrafdakılara qarşı nə qədər narazılığınız olsa da fikirlərinizi mümkün qədər yumşaq şəkildə ifadə etməyə çalışın. Unutmayın, əsəbilik əsaslı olsa belə ona qapılsanız vəziyyət daha da pisləşəcək. Bir vaxtlar nüfuzlu insanlara qarşı çıxmış və düşmən qazanmış qızlar bugün xüsusilə diqqətli olmalıdırlar. Özünü sizdən inci sayanlar qisas almağa cəhd göstərə bilərlər. Onların planları uğurlu olmayacaq, amma siz yenə də bir neçə xoşagəlməz an yaşaya bilərsiniz. Tərəzi bürcü 10 aprel 2026-cı il. Günün əvvəlində ciddi əhval-ruhiyyəni qorumağa çalışın. Bu vaxt bir çox tərəzilər yüngül və bəzən həddindən artıq sərbəst davranışa meyilli olacaq. Adətən sakit və mehriban olan nümayəndələr belə ətrafdakıları zarafatla və tikanlı sözlərlə narahat edə bilərlər. Hər zaman qarşınızdakı insanın sizin yumor hissinizi bölüşüb-bölüşmədiyini düşünməyəcəksiniz və bu da narahat vəziyyətlərə səbəb ola bilər. Unutmayın ki, bəzi işlərdə nə qədər istəsəniz də təxirə salmaq olmaz. Günün birinci yarısını istirahət və əyləncəyə sərf etmək fikri cəlbedici görünə bilər, amma əvvəlcə vacib işləri həll edənlər daha yaxşı vəziyyətdə olacaq. Əqrəb bürcü 10 aprel 2026-cı il. Yığılmış işləri
qaydaya salmaq və uzun müddətdir əl vurmadığınız məsələləri nəhayət başa çatdırmaq üçün ən uyğun vaxtdır. Əvvəllər çətin görünən məsələlər indi o qədər də mürəkkəb görünməyəcək. Bir çox əqrəbləri məhsuldar işgüzar danışıqlar, maraqlı təkliflər gözləyir. Büc nümayəndələr mövqelərini möhkəmləndirmək, nüfuzlu şəxslərin dəstəyini qazanmaq imkanı tapacaqlar. Tezliklə gəlirlərin artmasına səbəb olacaq təkliflər də mümkündür. Günün birinci yarısında emosional fon çox müsbət olacaq. Qarşıya çıxan maneələr belə əhvalınızı pozmayacaq. Lakin daha gənc və tez əsəbləşən əqrəblər üçün enerjini düzgün istiqamətə yönəltmək çətin ola bilər. Belə hallarda onların yanında onları düşünülməmiş addımlardan çəkindirəcək insanların olması yaxşıdır. Ox atan bürcü 10 aprel 2026-cı il. İş, biznes, maliyyə ilə bağlı qərarlar qəbul etmək üçün uyğun gün deyil. Bugün siz bir qədər sərt davrana bilərsiniz və hərəkətlərinizin nəticələri barədə həmişə düşünməyəcəksiniz. Üstəlik bir çox ox atan üçün başladığı işi sona çatdırmaq çətin olacaq. Bəzilərinə səbr çatmayacaq. Digərləri isə diqqətini başqa şeylərə yönəldəcək. Rəhbərlik, iş ortaqları və nüfuzlu şəxslərlə ünsiyyətə də xüsusi diqqət yetirmək lazımdır. Günün birinci yarısında onlarla anlaşmaq çətin ola bilər və vacib ünsiyyətləri korlamaq riski var. Diplomatik və nəzakətli davranmağa çalışın. Açıq münaqişələrdən uzaq durun. Oğlaq bürcü 10 aprel 2026-cı il. Nə qədər yalnız bir işə fokuslanmaq istəsəniz də bugün bu çətin olacaq. Sizi tez-tez diqqətinizi yayındıracaqlar. Kömək etmək istəyən insanlar bəzən əlavə problemlər yarada bilər. Bir çox oğlaqlar bugün daha həssas olacaq. Hətta kiçik uğursuzluqlar belə onları çaşdıra bilər. Bu xüsusilə gənc nümayəndələrə aiddir və onlar üçün daha təcrübəli insanların dəstəyi çox vacib olacaq. Cari işlər isə darıxdırıcı və yorucu görünə bilər. Amma daha maraqlı işlərə keçmə imkanı yalnız günün ikinci yarısında yaranacaq. Məhz bu vaxt siz yaradıcılıq potensialınızı tam şəkildə göstərə biləcəksiniz. Dolça bürcü 10 aprel 2026-cı il. Lazım olandan artıq risk etməyin. Gün ümumilikdə pis deyil. Lakin ən yaxşı nəticələri ehtiyatlı davranan və uzaqgörənlik göstərən qoçlar əldə edəcəklər. Əgər əvvəlcədən planlaşdırmısınızsa, ciddi maliyyə öhdəlikləri götürməyin və kreditlə böyük alış-veriş etməyin. Qənaətçil olmaq indi ən doğru seçimdir. Bir qədər sonra pulun hara yatırılmalı olduğu aydın olacaq. Sadəcə gözləyin. İşdə uğurlar mümkündür. Bugün yeni işlərə başlamağa hazır olacaqsınız və xoşbəxtlikdən sizə kömək edəcək insanlar da yaxınlıqda olacaq. Qeyri-adi işgüzar və yaradıcı əməkdaşlıqlar yarana bilər. Bəzi dolçalar özlərindən çox fərqli insanlarla dostlaşa biləcəklər. Balıqlar bürcü 10 aprel 2026-cı il. İş və ya biznesin inkişafı ilə bağlı yeni ideyalar yaranacaq. Onlar gəlirin tezliklə artacağını vəd edir. Ola bilsin ki, onları dərhal həyata keçirmək mümkün olmayacaq. Amma bu problem deyil. Əsas odur ki, ağlınıza gələn hər şeyi qeyd edəsiniz ki, sonradan vacib detalları unutmayasınız. Planlarınızı isə paylaşmağa tələsməyin. Sizi tənqid etmək istəyənlər tapılacaq və bu yalnız sizi çaşdıra bilər. Gün işgüzar danışıqlar, şəxsi görüşlər üçün də əlverişlidir. Siz həm yaxınlarla, həm də yeni tanışlarla asanlıqla anlaşacaq. Sizdən çox fərqli olan insanlarla belə tez uyğunlaşa biləcəksiniz. Günün sonuna doğru bir neçə maraqlı təklif almağınız istisna deyil.